Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə bu gözəl qız uşaqları üçün gözəl sarafan toxunuşunu göstərəcəm. Necə toxumaq lazımdır. Əminəm ki, siz də mənimlə birlikdə bunu toxumaqdan, əl işini toxumaqdan zövq alacaqsınız. Çox asan, rahat formadadır. Diqqətlə dinləsəniz, yəni toxumaq sizin üçün heç də çətin olmayacaqdır. Bunun üçün bizə lazımdır 3 veya 3,5 milçə, arkasının üçün bir düymə, bir də çalışın ki, uşaqlar üçün olan iplərdən, anti-peeling iplərdən, tüklənməyən, rahat, uşaqları qıcıqlandırmayan iplərdən istifadə edəsiniz, narahat etməyən iplərdən istifadə edəsiniz. Beləliklə başlayaq toxunmağa. Gəlin birlikdə toxuyaq. Xanımlar, sarafanımız üçün belə uşaqlar üçün olan anti-peeling iplərdən istifadə edirəm. İpimiz 100 qram 240 metrədir. Yəni ki, bu ipin qalınlığı 100 qrama 240 metrədir. Siz qalınlığı ona görə ölçün. Belə orta qalınlıqda qalın ip deyil. Deməli, ilk öncə milçəmizdə deyim, mənim toxuyacağım milçə 3,5 millidir. Siz əgər çox sıx toxuyursunuzsa 4 millidə istifadə edə bilərsiniz. Belə yəni ki, 100 qramı 240 metrə olan bu qalınlıqda ip üçün. Əgər qalın ip, daha qalın iplə toxusanız, deməli onda milçəni daha da böyütməlisiniz. 4,5. Əgər bundan da ince ipdən istifadə edirsinizsə, onda milçəni daha da kiçildə bilərsiniz ölçüsünü. Deməli, mən sıx toxuduğuma görə 3,5 millidən istifadə etdim. Əgər siz daha boş toxuyursunuzsa 3 millidən istifadə edə bilərsiniz. Deməli, ilk öncə bu formada ipi götürürəm. Belə düyün saldım. Daha sonra 10 zincir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Və 11-cini qayıtmaq üçün bir dənə artıq elədim. 11 geri dönmək üçün. Deməli, bu şəkildə başına doluyuram. Sonuncu yox, ondan əvvəlkinin içindən bu formada götürürəm. Arxa qanadından gördüyünüz kimi 3 oldu. Bunun üçünü bir yerdə çıxardıram. Daha sonra başına doladım. Birini daha götürdüm. Üçünü bir arada çıxartdım. Bir daha başına doladım. Hər bir zincirin içindən bu formada başına dolayaraq bu formada götürürəm. Çalışın ki, hər dəfə sayın 10 ilmə olsun. Nə artırma, nə azaltma eləməyin. Çünki onda səliqəsiz görünür. Bu şəkildə. Bu şəkildə sona gəldim, çatdım. Başına doluyursan, götürürsən, bu şəkildə başına doluyursan, götürürsən, bu şəkildə gördüyünüz kimi bitirdim. Deməli 10 zinciri bitirdim. Daha sonra bir zincir çəkirəm, çevirirəm. Çevirdim. Başına doluyuram. Deməli çəkdiyim zincir yox, dibindən o ilk ilməni götürürəm bu formada. Bu formada toxuyuram. Bir daha başına doluyuram. Daha yaxından göstərirəm ki, aydın olsun. Götürdüm, toxuyuram. Başına doluyuram. Götürdüm, toxuyuram. Götürdüm, toxuyuram. Bu şəkildə. Deməli,
uşağın ortasını ölçürsüz. Ortası neçə santıdırsa, deməli o ölçüdə də bunu bu şəkildə ortasının kəmər hissəsidir bu. Bu şəkildə toxuyuruq. Mən sizə bir daha göstərim. Bunu da göstərim daha sonra. Bir də bunu gələndə axıra diqqət yetirin ki, burada gizli görünür. Sonuncunu unutmayın. Sonuncunu həmişə diqqətli olun ki, mütləq götürün. Saya eləyin ki, azalma olmasın. Bir zincir bir daha çəkdim. Bitirəndən sonra gördüyünüz kimi burada bitdi. Daha sonra bir zincir çəkirəm, çevirirəm və dibindəkindən götürürəm. Başlayıram dibindəkindən götürürəm. Bir daha onun yanındakindən götürürəm. Bir daha onun yanındakindən götürürəm. Bu şəkildə deməli o baş bu başa gedərək istədiyimiz ölçüyə gələnə qədər toxuyuruq. Bu şəkildə arxa qanadından gördüyünüz kimi arxa qanadından götürürəm. Baxın, arxa qanadından daha yaxından göstərirəm ki, başına dolayaraq arxa qanadından götürürəm. Başına doladım. Bax, diqqətli olun ki, bunlar qalmasın. Götürdüm. Başına doluyuram. Gördüyünüz kimi arxa qanadından götürdüm. Bu şəkildə. İndi bitdi. Yenə də bir zincir çəkirəm. Bir daha çevirirəm. Bu şəkildə o baş, bu baş, o baş, bu baş. Siz toxuyacağınız uşağın o orta hissəsini, bel hissəsini ölçürsüz. Neçə santıdırsa o ölçüdə toxuyursunuz. İndi mənə lazım olan qədər mən toxuyum. Daha sonra bir yerdə davam etdirək. Mən yetəri qədər toxudum. Bu qədər. Deməli ölçürəm indi. Mənim toxuduğum deməli 52 santıdır. Bu formada 52 santı toxudum. Ölçdüm 52 santıdır. Yenə dediyim kimi siz uşağınızın toxuyacağınız uşağın ölçüsünə uyğun hazırlayırsınız. Yəni ölçünü. Nə ölçüdə istəyirsiniz. Deməli bu şəkildə sonuncunu bu iki tərəfini, iki başını belə birləşdirirəm. Gətirirəm, belə birləşdirirəm. Deməli burada sonuncu ilə bu hissəni buradan çıxartdım, buradan. Daha sonra bunun içindən çıxartdım. Gördüyünüz kimi. Daha sonra bir daha buradan götürürəm. Bir də buradan götürürəm. Bunların ölçüsü eyni olduğuna görə, deməli burada neçə ilmədirsə, orada da o qədərdir. Bu şəkildə bir buradan götürürəm. Çıxardıram. Götürdüm. Buradan da götürürəm. Çıxartdım. Birləşdirdim. Bir daha buradan götürdüm. Çıxartdım. Birləşdirdim. Saldım. Burada saldım. Birləşdirdim. Bu şəkildə. Deməli çıxartdım. Sonra gəlirik. Götürdüm. Birləşdirdim. Deməli ən sonuncunu da buradan da götürürəm və buradan götürürəm. Götürdüm və birləşdirdim. Gördüyünüz kimi bu şəkildə oldu. Deməli bitirdik. Bunu bitirəndən sonra iki zincir çəkdim. Gördüyünüz kimi iki zincir çəkdim. Və daha sonra başına doluyuram. Deməli hər birinin bir buradan, bir buradan götürürük. Deməli öncə deməli buradan götürürəm.
toxudum. Başına doluyuram. İndi bu dik hissəsindən götürürəm və bu şəkildə başına doluyuram. Öncə buradan götürdüm. Daha sonra bu hissəsindən götürdüm. Deməli, bir buradan, bir buradan. Bir buradan, bir buradan, bir buradan, bir buradan. Bunun biri tərsdir, biri düzdür əslində. Bu şəkildə götürdüm. Başına doluyuram. Başından götürdüm, toxudum. Bu şəkildə buradan götürdüm. Götürdüm, gördüm. Göründüyü kimi bu formada. Belə sona çatana qədər bu şəkildə deməli toxuyuruq. Başına doladım. Buradan götürürəm. Toxuyuram. Başına doluyuram. Buradan götürürəm. Toxuyuram. Başına doluyuram. Buradan götürdüm. Bu şəkildə sona gəlib çatana qədər bu şəkildə toxuyuruq. Mən xanımlar gəldim, sona çatdım. Sıranın sonuna gəldim, çatdım. Başladığım yerə çatdım. Və burada ilk zincirin başından götürürəm. Deməli, bunu başına dolamadan gəlirəm. 2 zincir çəkmişdim. O 2 zincirin ikincinin bu formada götürürəm. Buradan da götürüb çıxıram. Çıxartdım. Bir daha 1, 2. 2 zincir çəkdim bu şəkildə. Deməli, yeniyirəm. 6 deməli və yaxud da 8 siz necə götürmək istəyirsiniz də. İndi mən eləyim. Bir neçə dənə toxuyum, götürürəm. Hər birinin, hər bir ilmənin başından bu şəkildə 1, 2, 3, 4, 5, 6, 7 götürürəm. Deməli 8-cinin içindən, deməli 8-ci ilmənin içindən 2 dənə götürürəm. 1 götürdüm. Eyni yerdən bir dənə daha götürürəm. 2 dənə götürdüm. 7'sini toxudum. 8-cinin içindən bir daha. 1 2 3 4 5 6 7'ni toxudum. 8-cinin içindən 1 2 dənə çıxartdım bu şəkildə. Deməli 7 dənəsini toxuyuram, 8-cidən 2 toxuyuram. 7 toxuyuram, 2-cidən 8-cidən 2 toxuyuram. O formada bura çatana qədər bu şəkildə toxuyuruq. Deməli xanımlar, sonuncunu gəldim. Burada ikisini çıxartdım və birini boş toxuyuram bu şəkildə ki tam dibindən olmasın. Boş toxudum. Daha sonra deməli zinciri 1, ikinci zincirdən götürürəm. Bu şəkildə birləşdirirəm. Gördüyünüz kimi. Birləşdirirəm. Birləşdirəndən sonra yenirəm. 1 2 zincir çəkirəm bir daha.
Bir daha doluyuram başına. Toplayıram. 1 2 3 4 5. Deməli gəlirik o ikili toxuduğumuz yerə. Siz istəsəniz sancaq da vura bilərsiniz. Mən baxıram, baxanda bilinir. Hamısından bir toxunub, burada gördüyünüz kimi birinin içindən 2 dənə çıxarılıb. Əgər siz istəsəniz yerini itirməmək üçün hər birinə sancaq vura bilərsiniz. Ancaq mən sancaq vurmuram. Burada deməli bu 2 dənə var. 2 dənənin deməli birincinin də baş tərəfindən 1 2 çıxardıram. O birisinin də baş tərəfindən deməli 1 2'sini çıxardıram. Deməli 2 dənəni eləyirəm 4 dənə. Deməli 2 dənə birinin, bu ikilinin birinin üstündən 2, birinin üstündən 2 toxuyuram. Daha sonra deməli bir gəlirəm. 7 toxumuşdum, 8-dən 2 çıxartmışdım. Gəlirəm həmin yerə qədər. Deməli gəlirəm. İstəsəniz sayaraq gəlirsiniz, istəsəniz baxırsınız. Deməli harda burada gördüyünüz kimi diqqətlə göstərirəm. 1 2 2 dənənin üstündən deməli gəlirəm bura. Bu 1, bu 2. Deməli birincinin üstündən 1, eyni yerdən bir daha götürürəm. 2 toxudum. Şimdi bir daha bu birisinin üstündən 1 və 2 götürürəm. Deməli 2'nin hər birinin deməli üstündən 2 götürürəm. 2 ilmə olur 4. Bu şəkildə gördüyünüz kimi dalğa şəklində alınır. Gördüyünüz kimi bu şəkildə belə artır. Bu formada siz də mənim kimi artıraraq gedirsiniz. Deməli sayıram 7 dənəni toxuyuram. 8-cinin içindən 2 dənə çıxarmışdım. O 2 dənə çıxardığımın hər birinin də içindən 2 ədəd çıxardıram. Bu formada artıraraq deməli gəlirəm. Başladığım yerə qədər bu formada gəlirəm. Baxıram hardadır, artırdığım buradadır. Bir daha göstərim sizə. Gəldim. Deməli bunun da üstündən 2, bunun da üstündən 2 çıxardıram. 1 2. Bir daha ikincinin üstündən 1 2. 2 bundan çıxartdım, 2 buradan. Deməli bu formada sona qədər gəlirik. Başladığımız yerə gəlirik və oradan necə davam elətdirməliyik? Mən sizə bir daha göstərirəm. Gəlib sona çatdım. Deməli burada sonda da hər birinin üstündən 2 dənə çıxartdım. Sonuncunu toxudum. Deməli gəlirəm başına dolamadan. Birləşdirirəm. 1 2 zincir çıxıram bir üstə. Başına doluyuram və davam eləyirəm. 1 bu şekilde 1 2 3 4 5 gəlirəm artırmanı hara eləmişəmsə ora qədər.
6 sayıram ki sizin için de aydın olsun. 7. Deməli burada 2 bu 2 ilmənin üstündən ikisini bir keçirtmişdim. Birinin üstdən 2'ni artmışdım. Birinin üstdən 2'sini artmışdım. İndi gəlirəm tam ortasına. Deməli 2 buydu, 2 buydu. Elədim, gəlirəm ikisinin tam orta hissəsinə. Gördüyünüz kimi geldim. Tam ortaya. Ortasından bu 2'ni 2 bu, 2 bu. Ortasından deməli 1 2 3 4 5 veya 6 eləyirsiniz. Sizin istəyinizdən asılıdır. Gəlirəm. Deməli bunun birincisindən çıxardıram. Birinci ilmənin üstündən çıxardıram. Və bir də burada bu ilməni gətirirəm. Gördüyünüz kimi sıxıram. Sıx şəkildə elədim. Sıxdım. Və bunun bir də eləyirəm. Başına doluyuram. Tam dibindən götürürəm. Bu şəkildə toxuyuram. Və davam eləyirəm. Növbəti bu şəkildə elədim. İndi növbəti yerə qədər gəlirəm. Artırma elədiyim yerə qədər gəlirəm. Bir hər bir ilmənin başından birini çıxardıram. Bu şəkildə gəlirəm. Baxanda həmin yer dalğavari görünür. Və gördüyünüz kimi burada. Gəlirəm, toxuyub gəlirəm ora. Həmin yerə gəlirəm. Gəldim. Diqqətlə baxıram. Deməli 2 toxuduğum budur, 2 toxuduğum budur. Birini də toxuyuram. Baxıram ki 2. Bax, hamısı bir toxunub. Bunun da içindən ikisi çıxıb, bunun da üstündən ikisi çıxıb. Başına doluyuram və tam orta hissəsindən 1 2 eyni yerdən götürürəm. 3 4 və 5 toxudum. Gəlirəm tam başdakindən götürürəm və buradan sıxıram. Gördüyünüz kimi sıxdım və bir dəfə bir zincir çəkirəm. Başına doluyuram. Sırada gələn ilmənin başından çıxardıram bu formada. Bax, gördüyünüz kimi çiçəklər əmələ gəldi bu şəkildə. Bir daha başına doluyuram. Bir toxuyuram, gəlirəm. Gördüyünüz kimi necə dalğa harda yaranıb, burada yaranıb. Burayla buranın arasını hər birinin başından bir ədəd toxuyuram. Bu şəkildə hər birinin başından bir ədəd toxuyuram. Gəlirəm. Deməli burada baxıram ki 2 ilmə burada, 2 ilmə burada. Bunun tam ortasından götürəcəm. Bu şəkildə. Sona qədər bu formada gələk. Sonda necə davam etmək lazımdır. Bu şəkildə davamını bir daha göstərirəm. Deməli xanımlar, gəldik, sona çatdım. Sonuncuda da bu şəkildə çıxardıram. Birləşdirirəm. Bu şəkildə eləyib deməli sizə birləşdirməyə göstərim. Götürdüm. İlməni keçirdirəm. Bu şəkildə. Bu əlimlə, bu barmağımla bunu sıxıram. Möhkəm sıxırdım. Bax, çəkdim, sıxdım ki bu sıx qalsın. Sonra bir dəfə düyünlədim. Daha sonra başına doluyuram. Sırada gələn ilk ilmənin başından çıxartdım.
3 dənəni bir yerdə çıxardıram. Və sırada gələn ilməni də bir daha toxudum və başına dolamadan bunun ikinci ilmənin içindən tam ortasından çıxardıram. Bu şekilde bunu götürüp bunun içinden çıkardıram. 1 2 bir daha 2 zincir çəkirəm. Deməli toxuyaraq gəlirəm. Bu şekilde ne edirəm? Burada bir sıranı formada göstərim. Burada heç bir azaltma, artırma eləmədən bu şekilde gəlirəm. Hər birinin başından bir ilmənin, hər ilmənin başından bu şekilde toxuyuram, çıxardıram. Bu formada gəldim və gəldim bu çiçeğin yanına çatdım. Bura çatdım. Bax, bunun bu dibindən birini çıxardıram. Daha sonra bunu doluyuram başına, tam orta hissəsindən. Tam ortasından götürürəm. Birini çıxardıram, götürdüm. Daha sonra onun yanındaki ilmədən də birini götürürəm. Bu şekilde götürdüm. Bu formada toxuyaraq gedirəm. Gördüğünüz kimi belə alındı. Bir daha birini də göstərim sizə. Gəldim. Hər birinin başından bu formada götürərək gedirəm. Götürdüm, gedirəm. Bu şekilde götürdüm. Götürdüm. Geldim dibine çatanda. Gördüğünüz gibi bunun dibinden birini götürürüm. Kenarından götürdüm. Tam ortasından birini götürdüm. Bu bir kenarından da birini götürmedim. Deməli buradan da bu hissəsindən də orta düğünündən götürdüm. Kenarından da birini götürdüm. Bu şekilde deməli bunu çiçeğin nohut da demək olar, çiçek de demək olar. Bunu buradan ortasından bu kenarından, bu kenarından, ortasından bu kenarından da yani 3 tane ilme götürürük bu formada. Deməli gördüğünüz gibi bu şekilde alınır bu formada. Deməli bu formada adi qaydada bu çiçek koymadan 2 sıra toxuyuruq. 3-cü sırada tekrar bunun ara hissələrindən qoyacağıq. Deməli bu formada 2 sıranı sadə formada toxuyuruq. Gəlirik. 1-ci sıranı bura çatdırır. Bir daha bir sırada toxuyuruq. Adi qaydada tam sade şekilde 2 sıranı toxuyuruq. Ondan sonra bir daha necə qoymaq lazımdır devam elətdirik. 2 sıranı bitirdim, keçdim. İndi 3-cü sıraya. Gördüğünüz gibi 1 2 sıranı toxudum. İndi 3-cü sırada deməli gördüğünüz kimi deməli burayla buranın arasında olubdu bu. Burayla buranın arasında deməli burada qoymalıyam. 1 2 3 4 5 6 7 8 9 10 5'ini toxuyub 1 2 3 4 5 6 7 8 9 10 11 12 1 2 3
təxmini ortalayırıq. 4 5 bu da 6. Gördüğünüz kimi bu ortaya düşür. Bu 6 ortaya düşür. Şimdi burada ortadan tam ortasından yine de bunun kimi belə gönçək qoyuruq. Birini elədik. 2 3 4 ve 5. Beş toxuduq. Şimdi ne edirik? Buradan götürürük ve gördüğünüz kimi gönçe şeklindedir. Gönçeye oxşuyur. Ve başına doluyuruq. Bu şekilde indi gəlirik. Deyirik. Ve gördüğünüz kimi burada aradan qoyuruq. Daha sonra bununla bunun ikisinin arasından qoyuruq. Bununla bunun ikisinin arasından, bununla bunun ikisinin arasından. Tam ortalarından bu şekilde. Mesela buradan sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Tak 12'dir. 6'sını toxuyuruq tam ortasına. Hardadırsa ortası, tam ortasından birini qoyuruq. Buradan gəlirik, tam ortasından birini qoyuruq. Buradan tam ortasından birini qoyuruq. Gəlirik, bununla bunun arasından birini qoyuruq. Bununla bunun arasından bu şekilde. Bu formada toxuyuruq. Bir daha eləyim. Yine gəlirik orta hissəsinə. İstəsəniz, məsələn 3 sıra toxuyub 4-cüdə də eləyə bilərsiniz. Mən istəyirəm biraz yaxın, bir-birinə yaxın olsun, çox aralı olmasın. Ona göre de 2 sıra toxuyuram. 3-cü sırada növbəti sıranın çiçəklərini qoyuram. Bir, 2, 3, 4 və 5. Bu qönçəni məsələn biraz böyük uşaqlar üçün toxuyanda mən tutaq ki 1-2 yaş üçün toxuyuram. Siz daha böyük uşaqlar üçün toxuyursunuzsa onda məsələn 5 dənə yox 6-8 də çıxarda bilərsiniz. Bunun içindən biraz böyük olsun. Mən balaca uşaqlar üçün toxuduğuma görə, daha kiçik uşaq üçün toxuduğuma görə, ona görə də daha kiçik eləyirəm gönçəsini. Bu şəkildə. Deməli, bir daha toxuyuruq, gəlirik növbəti boşluğa. 2 gönçənin belə arasına, bu hissəsinə. Bu şəkildə davam edirik, sona qədər gəlirik. Deməli, bu formada indi bununla bunun arasına eləyirik, bununla bunun arasına, bununla bunun. Növbəti 2 sıra toxuyuruq. 3-cü sırada burada hardadırsa, məsələn, bu bitəndən sonra 2 sıra sadə toxuyuruq. Heç bir belə naxış qoymadan 2 sıra toxuyuruq. Buradakı kimi 2 sıra toxuyuruq. Onda daha növbəti bu gönçələrlə eyni məsafədə olsun. Daha sonra 2 sıra toxuyuruq. Bununla eyni məsafədə. Bu formada 2, 2, 2, 2
sizə lazım olan ölçüdə toxuyursunuz. Mənə də lazım olan ölçüdə bu formada toxuyuram. Daha sonra nə etmək lazımdır? Birlikdə davam edirik. Bu şəkildə gördüyünüz kimi birini daha toxuyuram. Yəni ki, eyni şeylərin təkrarıdır deyə mən təkrar eyni şeyi eləmək istəmirəm. Çünki artıq bunu göstərdim. Mənə elə gəlir ki, sizə aydın oldu. Siz istəsəniz, yenə də dediyim kimi, iki sıra yox, məsələn, daha çox toxuyub sıra, 3 sırada toxuya bilərsiniz. Aralarda 3 sırada ola bilər. Gördüyünüz kimi, görürsünüz ikisinin arası. Saymadan təxmini də qoya bilərsiniz. Növbəti elə bir gələndə tam bunun ölçüsünə, məsafəsinə uyğun da götürəcəksiniz. Deməli 1, 2, 3, 4, birini daha götürürəm. Bu da 5. Buradan çıxardıram. Lap başdakını, birincini götürdüm. Bunun içindən çıxartdım. Bu şəkildə sıxıram ki, bu qönçə alınsın istədiyiniz kimi. Daha sonra bir də eləyirəm. Bu formada bu şəkildə davam edin. İstədiyiniz uzunluğa əldə eləyənə qədər bu formada. Dediyim kimi, bu daha sonra bunlarla eyni olsun. Bu şəkildə istədiyimiz qədər toxuyaq. Daha sonra nə etməliyik? Birlikdə davam edək. Yetər qədər mən toxudum. İndi toxuduğumun ölçüsünü sizə deyim mən. Deməli 23 santı toxumuşam. 23 santı. Siz istədiyiniz ölçüyə çatana qədər toxuya bilərsiniz. Deməli, bitirdikdən sonra da sonuncu popcorn demək olar. Mən qızılgül qönçələrini oxşadıram bunu. Bunu bitirəndən sonra 2 sıra sadə formada toxuyursunuz sonuncunu. Deməli, mən 1, 2, 3, 4, 5, 6, 7. 7 belə qızılgül qönçəsini oxşayan belə kiçik qönçələr toxudum. Popcorn da deyilir buna. Deməli, bunu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23 sıra toxumuşam. Bu hissəsini 23 sıra toxumuşam. İndi mənim üçün yetərli. Bu şəkildə. Sonuncu birləşdirdikdən sonra deməli nə edirəm? 2 zincir çəkirəm, çıxıram yuxarı. Başına doluyuram. 1, 2 və 3. 3 bu formada mən zincir elədim. Daha sonra bunu keçirdirəm başına. Sıxıram. Formada sıxdım. Və ilk öncə onun yanındakı bura birləşdirdim. Bu şəkildə. Gördüyünüz kimi bu qönçələrin kiçik formasını eləyirəm. Daha sonra birini ötürürəm. İkisini ötürürəm. Deməli, üçüncüyə ikisini ötürdük. Deməli, ikisini ötürdüm. Üçüncüdə yenə 2 zincir çəkirəm. 1, 2, 3.
3 dəfə elədim və daha sonra bu şəkildə içindən çıxartdım. Onun yanındakı eləyəndən sonra yanındakı yerə bir dənə elədim. Daha sonra ikinciyə elədim. Daha sonra üçüncüyə eləyəndən sonra bir, iki zincir çəkirəm. Bir, iki, üç. Birinciden keçirdim və buradan da bu ilməni gətirdim, buradan keçirtdim, sıxdım, əvvəl sıxdım, sonra bir dəfə də elədim, düyün saldım. Daha sonra bunu birinciyə elədim, ikinciyə keçirdim, üçüncüyə keçirdikdən sonra bir, iki zincir çəkdim. Bir dəfə, iki dəfə və üç dəfə. Üç dəfə keçirdim, sıxdım və düyünlədim. Daha sonra gətirdim birinciyə elədim. Daha sonra onun yanındakına da sürüştürmə yolu ilə elədim. Daha sonra üçüncü. Bir, iki. Bir, iki, üç. Üç dəfə çıxartdım. Birinciden götürürəm. Birinci götürdüyüm. Buradan keçirdirəm. Və bu ilmədən keçirdirəm. Bunu buradan salıram. Gördüğünüz kimi sıxıram. Daha sonra bunu bir dəfə düyünləyib bunun yanındaki ilmənin içine bu şekilde keçirdim. Daha sonra onun yanındakine keçirdirəm. Daha sonra onun yanındakine keçirdirəm. İki dənəsinə keçirdib üçüncüye yenə də eləyirəm. Gördüğünüz kimi bu şekilde. Bakın bu şekilde mən ətəyini bu formada elədim. Siz istədiyiniz formada eləyə bilərsiniz. Mən 3 dəfə çıxartdım ki, xırda olsun. Belə. Siz istədiyiniz formada belə sadə də saxlaya bilərsiniz. İstədiyiniz kimi çiçək formasında da eləyə bilərsiniz. Necə istəyirsiniz elə. Mən bu formada sona qədər eləyirəm. Deməli, birindən eləyirəm 2 dənə. 2 dənəni boş saxlayıram. Üçüncüdə bir daha eləyirəm. 2 dənə boş saxlayıram. Üçüncüdə bu formada eləyirəm. Sona qədər eləyək. Daha sonra yuxarı hissəsini necə eləməliyik davamında göstərim. Deməli xanımlar, gəldik, sona çatdıq. Sonuncunu birlikdə eləyək. Bir, ikincini elədim və üçüncüdə bir, iki. Demək ola bilər ki, bu sonuncu ilə əvvəlkinin arasında məsələn 2 yox 3 ilmə qalsın burada. Heç bir fərqi yoxdur. Biraz artıq da qalsa olar. Yəni ki, məndə burada 2 yox, mən üçüncüdə qoydum. 1, 2, 3, dördüncüdə qoydum. Siz də elə eləyə bilərsiniz. Başına doluyuram. 1, 2, 3.
3 toxudum. Gətirirəm birinci ilməni buradan keçirdirəm. Keçirdim. Bərkidirəm və sonuncuya bu şəkildə eləyirəm. 1 2 və ilk başladığımıza gördüğünüz kimi və bunu kəsdim. Ətək hissəsini bitirdik. Bunu alt hissədən ilmələrin arasında burada itiririk. İstədiyiniz kimi eləyə bilərsiniz. Bu şəkildə itirdim. İndi bunu sonunda tamamlayacağım.